Fəqərə arası disk yırtıqlarının, xüsusən də müalicəsində hər proseduru etmək olmaz. Çünki bəzi prosedurlar fəqərə arası disk yırtığının sağalması nəinki, hətta zərər verir. Disk yırtığının ölçülərini böyüdür, xəstənin ağrılarını artırır. Məsəl üçün, zərbə dalğa terapiyası. Zərbə dalğa terapiyası prosedur olaraq aparatda disk yırtığının müalicəsi üçün proqram verilib. Amma bu o demək deyil ki, biz fəqərəsi disk yırtığının müalicəsində zərbə dalğa terapiyasından istifadə etməliyik. Bəzən pasiyentlər gəlir 10 gün, 15 gün müalicə alıb zərbə dalğa terapiyasından istifadə olunur. Belə prosedurlar yalnız klinikanın və həkimin cibini doldura bilər. Başqa cür o prosedurun heç bir xeyri yoxdur. Yəni, bunun pasiyent üçün heç bir aidiyyəti yoxdur. Çünki zərbə dalğa terapiyası adından məlum olduğu üçün hansısa bir kristalı oynaq ətrafından və yaxud da daban sümüyü ətrafından qırmaq üçündür, dağıtmaq üçündür. Bel yırtığı isə yumşaq toxumadır. Yumşaq toxumanın müalicəsində zərbə dalğa terapiyasının heç bir effekti yoxdur. Onun üçün də belə prosedurları etmək və yaxud da xəstəyə bahalı proseduru etmək yırtığın sağaltmaq demək deyil. Və eyni zamanda müalicə etdiyiniz pasiyentə izah eləməliyik ki, bu prosedur sənin bel yırtığını sağaldacaq, yoxsa ağrığı kəsəcək.